Ayıqar, gəldik bütçəyə. Gəldik müxalifətə, ana müxalifətə. Cərimələr artır mı? Artır. İşsizlərdən belə sosial ipoteka üçün, sığorta, tibbi sığorta üçün pul alacaq mı? Alacaqlar. Evində 2 gün bundan əvvəl oturduğun yerdə işığını kəsib, sən İlqar Hüseyninin. Sonra da deyiblərmi ki, təzə sayğaç qoyduq, 20-30 manat fərq elədi, ödə. Mıqq eləmədən ödədin mi? Ödədin. O günü Sumqayıta gedəndə, polisin o 100 metrlik çəkdiyi xətti keçəndə, səni 100 manat cərimələdilər. Mıqq eləyib ödədin mi? Ödədin. Getdin Xırdalana, orada da heç sənin tınına da alan olmadı, çıxdın gəlmişdi. Hər gün... Xət işinə ayna baxın, müəllim, ayna. Hə, hər gün aynanın ədalətsizliyi oradan, dövlət yol polisi oradan, icra hakimiyyətləri oradan, millətin üzərinə yel kimi gəlirmi? Gəlir. Ət bahalanıb mı? Bahalanıb. Kartof, soğan bahalanıb mı? Bahalanıb. Yağ bahalanıb mı? Bahalanıb. Artıq Monqol əti yeyirik. Yeyirik. Burada yazırlar. Qazilərin 80 manat yardım alır mı? Alır. Yəni Almaniyada, Bavariyada BMW zavodunda 4-5 Azərbaycanlı işçiyik. Sizdən danışırıq. Sizin sağlığınız üçün dua edirik. Elxan, kövrətdin məni Elxan. Almaniya eşq olsun, Bavariya eşq olsun, BMW-nin zavoduna da eşq olsun. Bir BMW-nin zavodu Azərbaycan büdcəsindən nə bilim neçə dəfə böyür. Biz deyirdik Almaniya yıxılır. Bütün bunlar baş verir mi? Gözümüzün qabağındadır mı? Azərsel bizim belimizə minib mi? Nar minib mi? Baksel minib mi? Yəhərləyib bizi at kimi çapırlar mı? Hüququmuz sıfır mı? Bax, Azərbaycanda ortadan qaldırılmaq istənən Əli Kərimli deyil, budur. Mən ondan narahatım. Yoxsa Əli Kərimli fərd. Əli Kərimli bugün var, sabah yoxdur. Olmayacaq, olmayacaq. Ən böyük müxalifət, mən Xuralda bir yazı yazmışdım o vaxt. Ana müxalifətlə tanış olun. Azərbaycan xalqı və Azərbaycan hakimiyyəti bilsin. Ən böyük müxalifət kartof, soğan, çörək, un, yağ, pendir, ət, yumurtadır. Azərbaycanda adını çəkdiyimdən daha dəhşətli, daha radikal müxalifət yoxdur. Əminliklə deyirəm. Siz yumurtadan qorxun. Siz 1 kilo ətdən qorxun. Siz 1 kilo yağdan qorxun. Zillət içərisində xərçəng xəstəliyindən başını götürüb özünü Türkiyəyə salan adamların ahından qorxun. Azərbaycandakı 500 minə çatan xərçəng xəstəliyindən qorxun. Siz insanların məhv olunmasından qorxun. Bax, qorxu odur. Bax, müxalifət budur. Sən bu radikal müxalifətin qarşısını al. Yumurtanı ucuzlaşdır. Ət ucuzlaşsın. Monqol ətinin nə işi var Azərbaycanda? Təbiətimiz, dağlarımız yoxdur. Və Qarabağda işğaldan azad elədiyimiz yerlərdə böyük təsərrüfatlar salmışdıq. İnəkçilik, qoyunçuluq. Və orada aldığımız torpaqlar var. Və bizim Göygölümüz var, Kəlbəcərimiz var. Biz niyə Monqolistandan ət gətirməliyik? Bax, ondan qorumaq lazımdır. Əziz dost, qaz, işıq, su, kommunal müxalifət. Bəli, kommunal müxalifət. Bəli, bax, Nurəddin Mustafayev
yazdı. Qaz, işıq, su, kommunal müxalifət. Yağlar, dərmanlar başqa bir müxalifət. Bu məsələ budur. Biz ellikcə çalışmalıyıq. Bilmirəm, çıxışım necə alındı. Bilmirəm. Deyir, yuxarı baxırsan bığ, aşağı baxırsan saqqal. Cəmiyyətə baxırsan, hakimiyyətə baxırsan. Mən də o mən deyiləm. Biz də o biz deyilik. Nə dilində deyək ki, bu ölkəni düzəldək? Düzəldək bu ölkəni. Heç bir ölkədə bu qədər şanslı dövlət yoxdur. Heç bir dövlətin milləti baxımından bu qədər bəxti gətirməyib. Bu millət terrora getmir. Bu millət zora getmir. Bu millət qana getmir. Bu millət bahaçılığa etiraz eləmir. Əlini tutub qarnına, bükülə-bükülə dövlətin var olsun, millətin var olsun. Düzələr. Hər şey düzələr deyir. 30 ildə bu hakimiyyətin gül üzünə püf dedi mi bu millət? Demədi. Dedik ki, biz dözümlü xalqıq, dözəcəyik, torpaqlarımızı işğaldan azad edəcəyik. Dözdük, torpaqlarımızı işğaldan azad elədik. Yəni, bu gözəl milləti, bu şərəfli milləti, bu əziz milləti, bu sakit milləti niyə belə eləyirsiniz? Onu deyirik da, biz nə deyirik ki? Mən indi nə dedim ki? Qanun qarşısında ədalətli ol, qanun hamıya qarşı bərabər işləsin. Vəssalam qardeşim. Qutardı da. Bunun başqa nə yolu var ki? Hələ də 4000 adam canlı yayındadır. Mən təşəkkür edirəm Azərbaycan xalqına. Burada o qədər gözəl rəylər yazılıb ki, dualarınıza görə sizə təşəkkür edirəm. Allah sizi var eləsin. Hamınızın əllərindən öpürəm. Hamınızı bağrıma basıram. Balacaların gözlərindən öpürəm. İlqar, Əliyə, Hüseynə salam söylə. Əli bugün biraz nasazdır. Onu da öpürəm gözlərindən. Sağ ol. Sualım varsa ver, yoxsa bitirək. Sualım axırıncı bir sualım olacaq əslində. Ondan qabaq tamaşaçılardan xahiş edim ki, efiri bir dəfə bəyənib paylaşsınlar ki, səsimiz və səsiniz daha çox insana çatsın. Müəllim, sonuncu sualım budur ki, artıq dekabr ayıdır, yeni ilə yaxınlaşırıq. 26 gündən sonra 2026-cı ili qarşılayacağıq. Əfvlə bağlı və yaxud da amnistiya ilə bağlı sizdə hər hansısa bir məlumat yoxdur ki? Çünki xeyli yazanlar var, soruşanlar var. Gözləmirəm. Çünki əfvlə bağlı bir xəbər olsaydı, heç olmasa 2 ay əvvəldən olardı. Çünki bilirsiniz, əfv komissiyası ənənəvi olaraq heç olmasa 3-4 həftə toplaşır. Bu da əgər olsa, xəbər olsa, yığışsalar marta ancaq çatır. Hələ xəbər yoxdur. Amnistiyada Milli Məclisin aktıdır. Qanun layihəsi tərtib olunmalıdır. Təqdim olunmalıdır Milli Məclisə. Milli Məclis ona baxmalıdır. Yəni, deməli, sağ ol, Əflan müəllim. Verdiyiniz qiymətə görə sağ ol. Nə əf gözləmirəm, nə amnistiya gözləmirəm. Amma, ancaq, yeni il deyil təkcə, həm də dünya Azərbaycanlılarının həmrəylik günü gəlir. Könül çox istəyər ki, Cənab Prezidentin əlindədir hər şey. Cənab Prezident fərman verər, bugün tapşırıq verər. Bir gündən sonra hazır siyahı onun stolunun üstünə gəlir. Könül çox istəyər ki, yeni ilə qədər ciddi bir əfv fərmanı imzalansın. Novruz bayramına böyük bir amnistiya imzalansın. Siyasi məhbusların hamısı azadlığa buraxılsın.
Əli Kərimli ev dustaqlığına buraxılsın. Vüqar Tofiqoğlu, Məmməd İbrahim. Yəni yatırsan, yuxu görürsən. Görürsən ki, mən həbsxanada görmüşdüm bir neçə dəfə. İlham Əliyev gəlib, oturursan, söhbət eləyirsən, deyir, niyə bikefsən, deyirsən belə, deyir, narahat olma, hər şey yaxşı olacaq. Və kiminsə yuxusuna girir da. Ondan sonra yuxudan durursan ki, vay da, həbsxanaymış ki, bu nə idi, bu nə idi. Və bir də görürsən qardaşım deyirdi, bir görürsən anam deyirdi. Ay əvəz, valla İlham Əliyevi görmüşük. Deyirdi ki, narahat olmayın, əvəzi buraxacaq. Nağıl da, nağıl. Mən də o nağıllardan birini arzuluyuram. Deyirəm, İlham Əliyev hər şeyə qadir, güclü, zəngin. Azərbaycanda bir sözü iki olunmayan, nəhəng və qüdrətli bir dövlət başçısı. Hətta Heydər Əliyevdən də qüdrətli və güclüdür. Əf fərmanı imzalaya bilərmi? Bilər. İnsanları sevindirə bilərmi? Bilər. İnsanların körpələrinin göz yaşlarını dindirə bilərmi? Bilər. Böyük dua selinə sahib ola bilərmi? Bilər. Bir Əvəz Zeynallı bu xəstəlikdən bu millətin dəstəyinlə azadlığa buraxıldı. Və təbii ki, bunu İlham Əliyevin qərarıyla oldu. İlham Əliyev qərar verməsəydi, olmazdı. İlham Əliyevə nə qədər təşəkkür elədilər, İlqar? Həmin Əli Kərimli, həmin Qurban Məmmədov, İsa Qəmbər, Arif Hacılı, bütün müxalifət, radikal müxalifət, sərt müxalifət, nə bilim nə, nə bilim nə. Elə oldu mu? Bəli, təbii ki. Mən düşünürəm, niyə eləməsin ki bunu? Nə səbəb var ki? Kim İlham Əliyevə təhlükə törədə bilər ki? Heç kim. Belə də eləyə bilərsən, belə də eləyə bilərsən. Belə eləyəndə belə olur, belə eləyəndə belə olur. Bir misal var, onunla bitirmək istəyirəm. İcra hakimiyyətlərinin birinin başçısı vəzifədən çıxır, bir ansamblda dəf çalır. Dəf. Bir gün bir adam toyda oynayanda bu dəf çalanı tanıyır. Vay, bu filan rayonun icra başçısıdır ki. Və oynaya o dəf çalana yaxınlaşır ki, ay qardaş, sən o filan rayon var idi, onun başçısı deyilsən. Deyir, bəli, dəf çalır da, oyun işlədirik, oyun gedir. Adam deyir ki, bədbaxt oğlu, başçıydın, indi dəf çalırsan. Niyə? Deyir, onda eləydi, indi belə, onda eləydi, indi belə. Onda eləydi, indi belə olmasın. Bu ölkə qədər bərəkətli, bu ölkə qədər böyük. Vallah pafos deyil, məni tanıyan tanıyır. Türkiyədəyəm, həkimlərdəyəm, görürəm, bilirəm, mənim ölkəm qədər, mənim millətim qədər, mənim xalqım qədər, mənim torpağım qədər müqəddəs məkan yoxdur. Hər şeyimiz var. Niyə? 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 Əfv olsun, amnistiyada olsun, qoy bu da bizim yuxumuz olsun, amma Çin olsun, İlqar. Amin inşallah, amin.